Bir də adam məsələn içki masasında başqa cür danışır. Mikrofon verəndə tamam başqa cür danışır. Yeyib içmə masasında bir dənə datalar tökür adam. Bir dənə belə qəşəng danışmaq danışır. Elə bil çünki yenə də özünə içkili adamın tost deməyi var. Biz dediyimiz o adi danışıq dil məsələsində o adamlar fikirləşir ki, bu əgər belə rəsmi nəsə danışırsa, yanında mikrofon varsa, artıq o çərçivəyə girməlidir və cümlələri fərqli qurmalıdır. O beyni paqa onun fikirləşəncə ki, bu cümləni necə düzgün qurum, axırda ır şəkilçiləri artırım eləyim. Çalsı ütülü danışsın. Ütülü danışsın, o girir çərçivə alınmır da, o quru alınır. Mən həmişə elə olanda göstərirəm. Amma içkili olanda o senzura yoxdur. O baxdığı şey məsələsi var. Deyirəm ki, qardaş, bax Elon Musk'a bax. Ayağını ayağın üstünə qoyub, kovboy paltarında gəlib oturub çıxıb kütlə qabağında çıxış eləyir. Və yaxud da podkastda nə bilim şey çəkirdi, qadağanlanmış şey çəkirdi, maddə çəkirdi. Yəni okey. Yəni biz ütülənmiş olduğumuzda özümüzdən çıxırıq. Amma məsələn Portbakın qabağında düşüb siqaret çəkənlərin danışıq tərzinə bax. Çıx onları çoxsunu tanıyıram da, yəni orada olan çox şirkət. Amma masaya oturanda heç o danışığı sərgiləmir. Ütülənmir. Deyirəm, qardaş, rahat ol da. Sən özün kimi olsan, sonra kopyalamaq ehtiyacın olmayacaq. Sonra unutmayasan ki, bu necə demişdim. Orada falan necə davranmışdım. Yəni sənin o yeni tipajın, yəni sənin indiki cari vibe'ın, sənin yolunu getmək istəyənlərə elə bil ki, belə dolarmış alternativ verir. Biz həmişə nə deyirlər? Çay, kofe. İki dənə seçim arasında qoyurlar. Üçüncü, dördüncü seçim vermirlər. Sən deməli, mən su istəyirəm. Biz elə bil ki, qapanmayıq, biz çalışırıq qapağı qıraq.